olur. Və təbii ki, buna təsir edən xüsusi qrup antibiotiklər vardır ki, o antibiotiklərlə müalicə edilir. Amma dediyim kimi, özünü büruzə verənə qədər, şəxs ondan xəbəri olana qədər ki, həmin insanda bu infeksiya var, çox gec ola bilər və bir çox orqanların təhlükə altında qalır. Cinsiyyət orqanları da təhlükə altında qalır. Qadınlarda uşaqlıq boruları tutula bilər bu yapışqanımsı tekstura nəticəsində və uşaqlıq borularının tutulması da uzun müddət həmin qadında sonsuzluğa səbəb ola bilər ki, yəni hamilə qalmamağa ən azından səbəb ola bilir. Ki, yumurta hüceyrənin çünki ötürücülüyü yumurta hüceyrənin uşaqlıq borusunda fəaliyyəti pozulduğuna görə. Və bir də xüsusiyyətlərindən biri də limfa düyünlərini gedib tuta bilər. Xüsusən də kiçik çanaq boşluğunda, cins orqanların ətrafındakı limfa düyünlərinin gedib tutulması nəticəsində limfanın, yəni limfa nədir? Deməli, limfanın əvvəla